gəzməyə və orada maraqlı kadrlar sizə göstərəcəm. Amma əlbəttə ki, maşınla getmirik. Sadəcə sənədlərimizi götürək. Çünki burada sənədləriniz mütləq şəkildə üstünüzdə olmalıdır. Tramvayla gedəcəm və sizə evdən şəhər mərkəzinə necə gedirəm və yolda nələr görürəm, sizi onları çəkib göstərəcəm. Bu isə insanların burada yaşadığı bağ evləri. Böyük hasarlar yox. Daşdan tikilmiş 2 mərtəbəli evlər yox, standart evlər yox. Hər kəsin öz zövqünə uyğun, xüsusi kataloqla, xüsusi çərçivəyə uyğun. Dövlətin bəzi qoyduğu şərtlər var. Yəni ev tikməklə bağlı müəyyən standartlara uyğun tikilməlidir evlər. Onun ətrafında yəni insanlar öz istədiyi kimi burada evlər tikə bilirlər. Yəni insanlar buradan keçərkən hər kəsin evinin, həyətin rahatlığına görə bilir və insanlara da etibar edirlər. Həyətlərində öz əşyaların, uşaqların oyuncaqları falan hər kəs rahat şəkildə saxlaya bilir. Burada da var, burada da oğurlar çoxdur. Xüsusilə də Brüsseldə, Antwerpendə şahid olmamışam, amma Brüsseldə şahid olmuşam. Brüsselə getdiyim zaman maşının şüşəsini qırıb çunkamı uğramışlar. Xoşbəxtlikdən çantamın içində sənədlərim yox idi. İnsanlar buradakı gözəllikləri görüb, bu səbəbdən də gəlib Avropada yaşamağa üstünlük verirlər. Həm buranın təbiəti, həm buradakı insanlar, heç kim heç kimə qarışmır. Hər kəs istədiyi kimi geyinir, istədiyi kimi gəzir, istədiyi kimi yaşayır. Və buradakı yaşam tərzi, yaşam standartları yüksək olduğuna görə düzdür, bəzi mənfi cəhətləri var, bizim düşüncə tərzimizə uyğun olmayan, mentalitetimizə uyğun olmayan şeylər var, amma ümumilikdə götürəndə yaşamaq üçün çox gözəl, çox sakit, mədəni yerdir. Ölkədən ölkə dəyişir düzdür. Amma Belçikanın Antwerpen şəhəri, yəni mənim gördüyüm ölkələrin şəhərləri içərisində yaxşı yerlərdən biridir. Həm tarixi şəhərdir, həm gözəl şəhərdir, həm təmizdir. Mən buranı bəyənirəm bir sözlə. Burada insanların əksəriyyətinin velosipedi var. Yəni əsasən nəqliyyat üçün velosipeddən çox istifadə edirlər. Xüsusilə yaz-yay aylarında hər kəs demək olar ki, velosiped sürür. Həm sağlamlıq cəhətdən, həm burada dəhşət çox profka olur. Buranın mənfi cəhətlərindən də biri budur. İşə 20 dəqiqəlik məsafəni demək olar ki, 1 saat yarıma, 1 saat 40 dəqiqəyə evə qayıtdığım vaxtlar olur. Ona görə buradakı insanlar yaxın məsafədə işləyir. Ona görə velosipedlə gedib gəlirlər. Gündəlik də sağlamlıq üçün çox istifadə edirlər. Bir də burada dövlət yaşıllığa, buranın təbiətinin qorunmağına çox önəm verir. Bizdəki kimi yolları çəkməkdən ötürü ağacları kəsmirlər, təbiəti korlamırlar. Həm də burada iqlim qurşağına görə çox tez-tez yağışlar yağır. Buna görə də burada hər yer otlar, səmənliklərlə doludur. Bizdə hava şəraiti qış yay vaxtı çox quraqlıq keçir, ona görə çox bölgələrdə ot falan bitmir. Burada yerli əhali də görmək çox az rast gəlinir. Demək olar ki, xarici vətəndaşlar burada çoxdur, miqrantlar, xüsusilə
Belçika ərazisinə əvvəllərdən çox axın ediblər. Həmçində türklər. Yəni burada gəlmələr həddən artıq çoxdur. Ona görə də burada yerli əhali tapmaq çox çətindir. Burada çoxlu yahudilər də var. Yəni öz xüsusi geyim tərzləri və xüsusi saqqal və saç tiplərinə görə burada sıraz fərqlənirlər. İndi rastıma biri çıxdı, amma tam olaraq çəkə bilmədim. Yəni şəhər mərkəzində onlara aid xüsusi küçələr var və orada zinət əşyaları və brilyant satışlarına xüsusilə yahudilər baxırlar. Onların monopoliyası onlarıdır. Və onlar milli adət-ənənələrini, milli geyimlərini qoruyub saxlayırlar bu günə qədər. Yəni burada onlara, yəni həmçində başqa bir dinə çox hörmətlə yanaşılır. Burada ən çox da şahid olduğum bir şey var. Nəqliyyatda maşın sürən sürücülər çox bir-birlərinə qarşı mədəni davranırlar. Düzdür, burada da var bəziləri ki, yol hərəkət qaydalarına riayət etmir, sürücülük mədəniyyəti yoxdur. Amma ümumilikdə buradakılar çox sürət həddini aşmaq, qaydaları pozmaq, siqnal vermək, onları görə bilmirsiniz. O cəhətdən burada maşın sürmək çox rahatdır. Yəni bütün küçələr, yəni hətta bunların necə deyim, bizim kimi kəndlər falan, yəni şəhər mərkəzindən qıraq olan yerlərdə belə, yəni yol nişanları, yol xətləri, hər yer asfalt falan, yəni çox ideal vəziyyətdədir. Hər bir yeri, yəni indi gördüyünüz şərait kimi hər bir yeri elədir. Yəni bizdə elə ucqar yerlər var ki, ora hətta qaz falan yoxdur indiyə qədər, yollar yoxdur. Amma burada yəni bütün yerləri oxşar şərait yaradıblar. Amma təbii ki, bu neçə yüz ilin yaranan bir dövlətdir, normaldır. İnşallah ki, bizdə də yavaş-yavaş inkişaf gedir. Ümid edirik ki, elə Avropa ölkələrindəki kimi bizdə də hər şey ideal vəziyyətdə olacaq. Amma buranın Avropanın sevmədiyim cəhətini də deyim. Sevmədiyim cəhəti buranın iqlimidir. Çox tez-tez yağışlar yağır. Yəni hədsiz çox yağış yağır burada. Yəni yay, qış, payız fərq etmir. Qışı da normal olmur. Qışda da yəni sən burada tam qar da görə bilmirsən. Olur, bəzi günlərdə görə bilirsən, çox az qar yağır bura. Əsasən yağmurlu olur buradakı hava. Ona görə də mən yağmuru sevmədiyimə görə mən burada yaşamaq yəni heç seçimim deyil. İndi yanımdan təcil tipi yardım maşını keçdi. Bir şeyin də şahid olmuşam, onu da danışım sizə. Deməli, iş yerinə getdiyim zaman çox sıx tıxac oldu. Demək olar ki, hərəkətsiz bir tıxac idi. Və təcil tipi yardımın səsini eşitdim. Güzgüdən baxdım, gördüm ki, maşınlar, sağdakı maşınlar sağa doğru, soldakılar sola doğru. Demək, maşınların arasından bir yol yarandı, boş yol. Skor maşını demək olar ki, sürətini azaltmadan gəldi sürətlə də getdi. Yəni bu mənə çox xoş oldu ki, yəni bunlar yəni xəstələrə, yanğın söndürən maşınlara, polislərə bu qədər yəni qanun ciddi sərt şəkildədir ki, belə riayət edirlər və hörmət edirlər. Keçən səfər parka gəlmişdim və burada çəkiliş elədim sizin üçün. Heykəltaraşlıq
açıq havada heykeltıraşlıq muzeyidir bura. İnsanlar bura həftə sonları gəlib istirahət edirlər. Və bu da retro maşın. Burada retro maşınlar da çox görə bilərsiniz. Yəni həddən artıq çoxdur. Özdə fərqli müxtəlif maşınları burada görə bilərsiniz. İndi isə tramvayla gedirik. Dəmir yol vağzalına. İndi isə tramvaydan çıxdım. Qalxıram Central Station'a gedən yola və sizə dünyaca məşhur olan, bəlkə də bir nömrə olan avtovağzal aparacağım. Antwerpenin tarixi bir dəmir yolu vağzalı. Gəldik, çıxdıq Elizabeth parkinginə. Necə çıxacağımı hələ ki bilmirəm. Nişanları izləyərək çıxmağa çalışıram burada. Nəhayət çıxışı tapdım. Yəni Allah'ımdan gedirdim ki kütlə hara gedir düşmüşəm onun dalıyla. Axır ki çıxışı tapdım. Amma mən istədiyim yerə gəldimmi, gəlmədimmi? Ha, gəlmişəm. Deməli gəldik Antwerpenin əsas yerlərindən biri olan Central Station. Bura demək Antwerpenin tarixi yerlərindən biridir. Həm də çox gözəl arxitekturası var buranın. Görürsünüz buranı. İndi isə buranın içini də göstərəcəm. Gedək bunun içində nə var? Deməli giririk bura. Əslində mən bir neçə dəfə bura gəlmişəm, amma çəkib sizə göstərmək qismət olmayıb. Wow, amazing. Həqiqətən də çox möhtəşəmdir bura. Yəni video çəkilirsə nə dərəcədə görünür bilmirəm, amma realda bunu görmək, burada olmaq həqiqətən də başqa bir hiss verir insana. Gedək görək qarşıda nə var? Bir də belə çəkək. Yəni kim ki gələ bilmir, olmasa buranı çəkib insanlara göstərə bilim. O hissi az da olsa yaşada bilim onlara. Demək gəlirik sonra qatara minilən yer. Bu isə göyərçinə oxşayır. Göyərçin rəmzidir. Yəqin ki azadlıq rəmzi kimi həmçində ərə bənzəyir. Bu İnsanların bəziləri qatarla harasa getmək üçün gəlir bura, bəziləri isə turist kimi gəlir və buraları görür və kadr alırlar buraları. Deməli stansiya 4 mərtəbəli platforma sistemindən tikilib. Yəni bunun altında 4 mərtəbəli qatar yolları keçir buradan.
Həm yuxarıdan, həm də aşağıdan deməli burada qatara minmək mümkündür. Bura 2-ci Dünya Müharibəsində zərər görüb, amma sonradan bərpa olub, tam şəkildə insanların istifadəsinə verilib. Dəmir yol vağzalı 1905-ci ildə açılıb. Çox zəngin saray kimi memarlığına görə dünyanın ən gözəl dəmir yolu stansiyalarının siyahısındadır. Və bura haqqında həmçində dəmir yolu kilsəsi deyə biraz adlandırırlar. Çünki burada çoxlu günbəzlər var. Gələrkən sizə çəkib göstərdim onların bəzilərini. Beləsinə. Yəni bura haqqında başqa maraqlı nəsə bilmək istəyirsinizsə, yəni rəylərdə yazıb soruşa bilərsiniz. Mən də sizin suallarınızı cavablandırarım. Daxilində belə bir kafe də yerləşir. İçi də çox sünkardır. Yəni Antwerpenə gəldiyiniz zaman mütləq şəkildə gəlib buranı da görməyiniz məsləhət. Bura haqqında bu qədər. İndi isə gedək şəhər mərkəzinə. Ora haqqında da maraqlı məlumatlar verim sizə və görək orada başımıza nə gəlir. İndi isə vağzaldan çıxdıq və gedirik. Hələ bilmirik, planda yoxdur hara gedirik. Şəhər mərkəzinə gedib, orada da bəzi kadrlar alarıq. Buranın məşhur waffle-ını, şokoladını yeyərik. Ondan sonra da növbəti səfər başqa maraqlı şeylər çəkib göstərərəm. Hamısını eyni gündə kadr ala bilməyəcəm. İnsanlar burada çox rahat şəkildə istirahət edirlər. Çox da yəni belə də olmalıdır. Keyfdədirlər vallahi. Nə deyim Allah, Belçika xalqı keyf edir. Vağzaldan çıxanda, vağzalın düz qarşısında Çin məhəlləsi, Chinatown, yəni gedə biləcəyiniz ən maraqlı yerlərdən biridir. 2010-cu ildə fəaliyyətə başlayıb bu tikili, yəni ən çox Çin restoranları və Asiya mətbəxi ilə zəngindir. Yəni gecə vaxtı buranın işıqları, burada küçədə gələn sushi yeməyin qoxuları çox maraqlı atmosfer verir küçəyə. Bu küçənin tarixi 1970-ci illərə gedib çıxır. Burada Çin icması, bu küçədə Çin restoranları və sonradan Asiya mətbəxi də burada çox məşhurlaşdı.
Yəni burada çoxlu turistlər gəlir və burada gəlib şəkil çəkdirirlər. İnsanlar burada çox rahat şəkildə istirahət edirlər. Çox da yəni belə də olmalıdır. Keyfdədirlər valla. Nə deyim valla, Belçika xalqı keyf edir. Vağzaldan çıxanda, vağzalın düz qarşısında Çin məhəlləsi, Chinatown, yəni gedə biləcəyiniz ən maraqlı yerlərdən biridir. 2010-cu ildə fəaliyyətə başlayıb bu tikili, yəni ən çox Çin restoranları və Asiya mətbəxi ilə zəngindir. Yəni gecə vaxtı buranın işıqları, burada küçədə gələn sushi yeməyin qoxuları çox maraqlı atmosfer verir küçəyə. Bu küçənin tarixi 1970-ci illərə gedib çıxır. Burada Çin icması, bu küçədə Çin restoranları və sonradan Asiya mətbəxi də burada çox məşhurlaşdı. Yəni burada çoxlu turistlər gəlir və burada gəlib şəkil çəkdirirlər. İndi küçədə adamlar azdır, amma həftə sonları və biraz gecəyə doğru insanlar burada çox olur. Maraqlıdırsa sizə qiymətlərinə tanış edeyim. Bəlkə maraqlı gələr, nə vaxtsa gəlib dadına baxmaq istəyirsiniz. Yəni qiymətlər bura görə normaldır. Gəlib istədiyiniz maraqlı Çin mətbəxinə aid olan yeməklərin dadına baxa bilərsiniz. Çoxsu dəniz məhsullarıdır. Bir də bunların özlərinin yerli lokal yeməkləridir. Mən sadəcə sizə bunların görüntüsünü göstərə bilərəm. Amma dadına baxmaq fikrim yoxdur. Çinlilər özləri belə gəlib burada şəkil çəkir, video çəkirlər. Çinli qardaşımız orada qəşəng donuzu qızardır, işləyir, servis eləyir. Bu da Çin məhəlləsinin sonu. Menülərə baxdım, düşündüyüm kimi ilan qurbağa, nə bilim, cücü yox idi menülərində. Normal yeməklər idi. Belə Çin məhəlləsini də gəldik, gördük və gedək biraz irəli görək başqa nələri çəkə bilir. Bu isə burada tarixi kilsələrdən biridir. Burada belə kilsələr çoxdur. Rastıma çıxdıqca sizə çəkib göstərəcəm. Gör necə möhtəşəm arxitekturası var buranın. Burada hal-hazırda yol işləri gedir. İndi isə gəlib çatdıq məşhur Skelt çayının kənarına. Bu çay buranın simvolu, məşhur simvolu. İndi isə gəlib çıxdıq məşhur Skelt çayının sahilinə. Bu çay Antwerpenin simvollarından biridir.
Çünki bu çay tarixi bir önəm daşıyır. Bu çay sahəsində əvvəllər dünyaya dəniz yolu vasitəsilə Belçikadan çıxış ediblər. Bu çay sayəsində Antwerpen şəhəri tarix boyu böyük ticarət mərkəzi olub. Yəni əvvəllərdən ticarət məqsədi ilə bu çay vasitəsilə gəmilər dünyaya çıxış eləyə bilir. Bu çay Fransadan gəlir, Belçikadan keçir və Hollandiyada Şimal dənizinə tökülür. Bu günlər həftənin birinci gün olduğuna görə şəhər çox sakitdir, qaynama yoxdur. Skel çayı tarix boyu Belçikalılar üçün çox vacib əhəmiyyət daşıyıb. Çünki çay vasitəsilə birbaşa gəmilər şəhər mərkəzinə qədər gəlib çıxa bilirdi. Burada isə insanlar gəlib istifadə edirlər. Qarşıda gördüyünüz isə qırmızı bina Mas muzeyidir. Mas muzeyi çox fərqli bir dizaynı var. Sanki sütunlar blok yığılıb. Bura dənizçilik muzeyidir. Antwerpenin tarixi, dənizçilik və dünya mədəniyyəti haqqında hər şeyi bu muzeydə tapa bilərsiniz. Üst mərtəbəsinə çıxmaq pulsuzdur. İndi gedək görək, hər girişi açıqdırsa qalxacaq üst mərtəbəsinə. Burada maraqlı bir dənə heykəl var. Heykəl uzanıb ora baxır. Orada da bir dənə oğru heykəl var, qalxır yuxarı. Biri də yuxarıdadır. Yuxarıdan bura baxır. İndi isə gedirik məşhur Mas muzeyinə. Mas muzeyi Antwerpenin məşhur yerlərindən biridir. Small Island tərcüməsi belədir. İngiliscə limanın adı. Həmən limanın tam yanında yerləşir. Gələn turistlər adətən ilk gəlib gördüyü yerlərdən biri də buradır. Girişi pulsuzdur. Girişində bəzi yerlər var ki, ödənişlidir. Amma üst hissəsinə qalxmaq pulsuzdur. Yəni gəlib rahat şəkildə qalxa bilərsiniz bura. Gedək görək, qalxa biləcək yuxarı. İndi isə qalxdıq 3-cü mərtəbəyə. 3-dü mü, 4-dü mü bilmirəm tam olaraq. Və buradan şəhərin görüntüsü belədir. Və burada bir dənə belə bir lövhə var. Lövhəyə kimin ürəyi nə istəyir yazıb. Bir dənə mail tapaq bizdə. Burada bir şey yazmağa çalışaq. Yer tapa bilsəm, özüdə. Ən yüzdə. Olmadı. Və buranı silirəm. Yazıram. Nə yazıram? Azərbaycan. Və bir dənə də ürək. İndi isə qalxırıq üst mərtəbəyə. Gəlib çıxdıq 10-cu mərtəbəyə. Panorama. Şəhər mənzərəsi.
ise burada şəhər qalır bizim ayaqlarımız altında. Baxımıza qalın. Həqiqətən də gəlib belə yerləri görmək lazımdır. Burada video çəkiləcək yerlər çoxdur. Telefonum zarıtkası alsa hamısını bu günləri çəkə bilməyəcəm. Həm də hava qaralır yavaş-yavaş. Ora isə getdiyimiz Dəmir yol vağzalı. Evet, bayaq çəkdiyim oğurlar. Bu ise bizim kapitanlarımız. Gəlib gedəni qarşılayırlar. Bu ise muzeyin kiçik maketidir. Burada siz bilet ala bilərsiniz, resepsiyona yaxınlaşıb. Biletlər deməli hər mərtəbədə xüsusi yerlər var ki, orada girirsən, dənizçiliyə aid falan tarixi şeylər görə bilərsən. Bundan ödəniş eləyib oraya girmədim. Çünki mənim üçün o qədər də maraq keçirləmir. Çünki mən burada olmuşam bir dəfə, amma çəkiliş eləyə bilməmişəm. İndi isə qayıtdıq evə. Çünki hava artıq qaralır. Sabahlar işləyəm. İstədiyim kimi tam olaraq video çəkə bilmədim. Bu part 1 olsun. Növbət səfər gedəcəyik waffle yeməyə, kartof yeməyə və buranın məşhur Belçika şokoladını yeyəcəyik. Və bəzi yaxşı maraqlı yerlər var ki, onları da çəkib sizə göstərəcəm. İndi isə gedirik evə, artıq hava qaralıb, telefonumun zarıtkası bitib və telefonumun yaddaşı dolur. Oldu. Növbəti videoda görüşək. Həmçinin Zin küçəsinin girişində Chocolate Nation var. Bura Antwerpenin ən məşhur şokolad muzeyi, həmçinin şokolad mağazasıdır. Hal-hazırda bura bağlıdır. Amma gələcək səfər gəlib bura. Burası ise Belçikanın şehir merkezi. Burası ise hemen Dəmir yol vağzalının qarşısıdır. Burada belə bir tarixi 2 dənə gözəl, möhtəşəm bina var. Bu küçə Azərbaycandakı Nizami küçəsi kimi, Tarkovo deyilən yer kimidir. İnsanlar burada küçədə hərəkət edir və burada küçə ticarətindən məşğul olan insanlar var. Bir dənə ticarət mərkəzi var. İçinə girəndə elə bir sən saraydır. Bunun sütunlarına, naxışlarına bir dənə fikir verin.
Arabanın içine bak. Bir sözlə mükəmməl. Nəhayət gəlib isə sizə heyrətamiz bir dənə kilsə göstərəcəm. Bildiyim bu çox mükəmməl bir şeydir. Bunun əzəmətinə baxın siz. Bu da ətrafında olan binalar. Bu heykəl isə Dog və Friends əsərinin qəhrəmanı olan Joseph Conrad Sadiq ilə olan əsərdəki hekayənin bir simvoludur. Onu kilsənin qarşısına yerləşdiriblər. Maraqlı bir hekayəsi var. Əsərdə itlə oğlanın dostluğu və onların keçdiyi çətinliklər və sonra katedralda işte həyatını itirirlər. O əsərə həsr olunub və burada yerləşdiriblər. İndi isə nəhayət gəldik, çıxdıq Belçikanın əsas meydanına. Yəni Belçikaya gəlib Antwerpen şəhər meydanını görməmək mümkün deyil. Buraya qədər gəlirsinizsə, gəlib mütləq burada. Hal-hazırda burada çox az adam var. Həm hava şəraitinə görə, həm həftə içi olduğuna görə. Amma normalda burada millət olur. Bayramlarda burada tədbirlər keçirilir, yeni ildə falan. Xüsusi bunların özəl bayramlarında. Bunların da belə bir simvol heykəli var. İşte geldik karşı kaferi yemeğe. Çereğin en son azaldadı. Dolayısıyla böyle bir maraqlı heykel var. Elinde yavayla. Oradakini çəkmirəm, oradakılar tərbiyəsiz heykellərdir. Bu da sayılmaz. Burada isə 11-ci əsrə aid tarixi qədim binalar. Antwerpenin ən qədim qalasıdır. Hetçtindir qalanın adı. Deməli, bu qala hal-hazırda turistlər üçün muzey kimi fəaliyyət göstərir. Onun girişində belə bir dənə maraqlı heykəl var. Burada balaca. Altdan yukarı bakırlar. Bir de kere qalanın içində nə var?
İnsanın heykeli var. Qala beləsinə əl işləri ilə bəzədilib. Qalanın içində mağaza var, müziyə şeylər satılır. Aslında mən qalanı daha böyük təsəvvür edirdim. İçinə girərkən amma elə də böyük değilmiş. Amma maraqlıdır. Maraqlı binalar var. Buradakı binaların çoxsu tarixi binalardır və qoruyub saxlayıblar indiyə qədər. Arxitekturası çox gözəldir. Yəni insanlar bu binaların, qalaların gözəlliyinə görə əsasən gəlir elə bura. Antwerpen qədim şəhər olduğuna görə. Belə. Bu da növbəti bir dənə tarixi bina. Qabağında bir dənə əskər var. 41-45'in abidəsidir bu. Arkasında da belə bir yana